Ayaz. Neçə yaşın var? 9. Ayaz, anan sənə yaxşı davranırdı. O çox içki içirdi. Amma yeməklər ləzzətli idi. Və bəzən də bərabər əylənirdik. Bəs başqa vaxt? Bəs atan hardadır? Burada. Burada? Bu onun uçurtması olub. Anam deyirdi ki, o uçurtmaları çox sevirmiş. Ayaz, mən indi səni kimi valideynlərindən ayrı yaşayan uşaqları yaşadığı yerə aparacağım. Nə? Amma mənim anam var. Amma indi o burada yaşamır. Mənim adım Zərifədir. Gedək Ayaz. Salam, sabahınız xeyir. Sabahınız xeyir Gəncə xanım. Sizi Ayazla tanış eləmək istəyirəm. Bu Ayazdır. Salam Ayaz, necəsən? Gəl Ayaz. Çantana. Mən səni görməyə gələcəm. Yaxşı? Get. Sağ olun. Gəl Ayaz, gəl. Roza xanım sənə otağı göstərsin. Paltarlarımı buraya yerləşdirə bilərsən. Hər şey qaydasındadır. Yaxşı. Səni koridorda gözləyəcəm. Görməyiniz və bilməyiniz üçündür. Gördüyünüz kimi bunlar ümumən rəqəmlərdir. Biz dəqiq sayı müəyyən eləmək üçün buyurun. Salam uşaqlar. Salam. Necəsiz? Yaxşı. Yaxşı. Sizi yeni dostunuzla tanış eləmək istəyirəm. Bu Ayazdır. Məncə o kartofdur. Özünə baxın onun. Uşaqlar sakit. Çox sağ olun müəllimə. Xoş dərslər sizə. Sağ olun. Hə, Ayaz. Keç, dərsimizə davam edək, hə? Hə, deməli uşaqlar harda qalmışdıq? İlk sayılar. Az sonra. Rəqəmlərin sayılarından az sonra. Sayılar. Əlimdəki rəqəm. Əlimdəki. Burada qazılmış bir çuxur var. Eləmə, bəsdir, Amir. Çəkil o tərəfə Milana. Hə, Kartof. Danış görək nəyə görə buradasan? Baxın boşqabındakı nədir? Hə, kartofu yeyir. Eləmə, bəsdir, Amir. Ailə səni bura göndərir. Çünki səndən qurtulmaq istəyirlər. Çürük kartof. Onun niyə belə danışırsan? Bəsdir, Amir, yum ağzını. Sən yum ağzını. Səni bu başındakı plasterlara bax. Onları mən Roza taxdı, çünki başım ağrıyırdı. Eləmi Milana? Başım şişdi. Dayan, sən nəyə görə buradasın öyrənəcəm. Mütləq öyrənəcəm. Sakin ol, Ayaz yatır.
Yat Amil, geçdi. Bakın kartof yatıp. Yok yatmayıb. Mən də uçurmaq istəyirəm. Mən də istəyirəm. Görün baxın necə uçurdacam. Hey, uçurtmamı qaytar. Uçurtmamı mənə ver. Bəs qaytarmasam nə edəcəksən? Sehirli çubuğunu çardacaqsan. Hey kartof! Vur 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 vur. Uçurtmamı mənə deməyəcəksən. Vur vur. Yoxsa özünü bağdan səni. Biz futbol oynayırdıq. Arxadan üstümə atıldı və vurmağa başladı. Doğrudur bu Ayaz. Evə getmək istəyirəm. Anamın yanına. Bizə biraz icazə verərsən Amil? Ayaz. Bax, bu biraz imkansızdır. Anam başqa dünyadadır. Biz heç bir şey eləyə bilmərik. Amma sənə söz verirəm. Burada yaxşı olmaq üçün hər şey eləyəcəm. Yaxşı? Kartof, kartof, Ayaz. Aləm içki bağımlısıydı, ikisi də. Ona görə mənə bura göndərdilər. Sən əldə demək istəmirsən nəyə görə buradasan? Mən digərlərin nəyə görə burada olduğunu deyə bilərəm. Telmanın atası oğurluq eləyəndə tutuldu. Ona ayaqqabı almaq üçün. Milanın ailəsi qəzada həlak olub və Milana hər gecə kabus görür. Mənim anam çox içirdi. Yəni çox içdi və pilləkənlərdən yıxılıb öldü. Biz hamımız eynik. Biz sevəcək heç kim qalmır. Səhər dururuq, dişimizi fırçalayırıq, çimirik. Amma Amil çimmir. Çünki onu çimməkdən xoşu gəlmir. Telman diş pastası yeyir. Çünki anası diş pastasının yararlı olduğunu deyib. Müəllim dərsdə bizə qədim insanlardan danışır. Sabun olmadığı zamanlarda insanlar heç çimmirmiş. Eyni Amil kimi. Hamısı çox gözəldir. Hə, elədir. Nəyin var balaca adam? Sən gəlməsəydin bu qədər gözəl olmazdı. Sən düşünürsən ki, bura məcbur olduğum üçün gəlirəm? Bilmirəm, yəqin işin olduğu üçün. Bu mənim işim deyil. Mən bura gəlirəm çünki səni çox sevirəm. Mən də səni sevirəm. Mənim adım Ayazdır. Mənimki də Günəş. Hey, yeni gələn. Onun adı Günəşdir. Səndən soruşmuram. Nəyə görə buradasan?
Baxım Ayaz yatıb. Yox, yatmayıb. Ayaz, niyə səssizsən? Bilirəm, sən günəşə aşiq olmusan. Bu ağılsızlıqdır. Amma doğrudur, sən günəşə aşiq olmağın uzaqdan görünür. Yox, sadəcə niyə burada olduğunu bilmək istəyirəm. Bilmək istəyirsən? Onda gəl dalımca. Bəs birdən yaxalansaq. Onu boş ver. Əsasən bilmək istəyirsən? Bəli. Onda gəl dalımca. Çox qəribədir. Burada heç nə yazılmayıb. Baxın. Doğrudan heç bir məlumat yoxdur. Amma mənə baş veribsə, onun gördüyü gözlərindən bilinir. Sağ ol. Ailəm dünyasını dəyişdikdən sonra xalamla yaşamağa başladım. Keçən gün məni bura gətirən də o idi. İnan mənə o bir qəddardır. İkimiz tək qaldıqda mənə qışqırır. Amma başqaları olduqda yanımızda mənə yaxşı davranır. Güya məni çox sevir. Bəzən böyüdüyümü və hələ də anamla birlikdə olduğumu xəyal edirəm. Yenə özü ilə danışır, içki içir və yenə çox içir. Olmayacağını bilsəm də, yenə də xoşbəxt oluram. Əgər bura gəlməmiş olsaydım, səni heç vaxt tanıya bilməzdim. Bunun burada nə işi var? Mən bunu heç başa düşə bilmirəm. Günəş sizinlə qalmaq istəmir. Belə olmaz axı. Mən onun öz xalasıyam. Bu Günəşin qərarıdır və biz bu qərara Günəşi məcbur edə bilmərik. Mən ona lazım olan tərbiyəni, təhsili zamanında verə bilərəm. Sizi gördüm ağıllılar. Sən burada neymişsən? Heç bir şey. Məktubu kim göndərib? Anam, Bəs niyə açmırsan? Məktub açmaqda çox yaxşıyam. Ver mən açım. burada musiqi playeri var. Çox qəşəng. Mən nasıl yazıb? Yox təəssüf ki, heç nə yazmayıb. Çox təəssüf. O travma keçirib. Mən isə onun anasına xəyanət eləmək istəmirəm. Ola bilsin bu trajik hadisə onu şoka salıb. Yaxşı olacaq, biraz səbirli olun. Əgər gəlib mənimlə yaşasa, ona lazım olan zamanı ayıra biləcəm. Yaxşı. İlk həftə sonu nə edəcəyinə baxaq. Olar. Bu qorxulu biridir. Məncə də. Gedək uşaqlar. Sizə nə olub belə? Günəşin xalasını gördük. Çox qorxunç biridir. Yazıq Günəş. Yaxşı, onun yanına getmir.
Onunla qalmır. Təbii ki gedir. Həftə sonu onun yanına gedəcək. Müdir elə dedi. Bəs aşiq olmamışdın. Bir şey başa düşəmirəm. Əgər səni sevmirsə, niyə səninlə qalmaq istəyir? Pul üçün. Əgər onunla birlikdə qalsam, miras ona qalacaq. O çox pul alacaq. Onunla qalmaq istəmirəm. Getməyə və icazə verməyəcəm. Gəl mənimlə. Ağlıma bir plan gəldi. Hazırsan gedək? Aha. Gözlə burada bir də müdürə xanıma xəbər verim, gəlirəm. Tamam. Yaxşı. Gözlə burada. Günəş. Niyə belə səssizsən? Gəl mən həmişə dediyim o qızdan danış gör necə biridir. Normal biridir. Bu qədər. Məktubda daha həvəsli danışırdın ki. Saçları, yumuşaq saçları var və gözəl gözləri. Gözlər nə rəngdir? Sən kimsən? Nə baş verir burada? Günəşin bizimlə gəlməsini mən istədim. Bəs mənim niyə xəbərim yoxdur? Çünki xalası icazə verməzdi. O zaman geri qaydırıq. Yox! Ora getsəm, xalamla getməyə məcburiyyətində olacağam. O da məni döyəcək. Onunla getmək istəmirəm. Yaxşı. Amma Günəşin bizdən getdiyini onlara xəbər verməliyəm. Çox yaxşı. Bəs digər hesablamalar var idi. Burada. Alo. Salam. Günəş. Aha. Yaxşı, yaxşı. Aydın oldu. Xalasına biz özümüz xəbər verərik. Oldu, sağ ol. Günəşi çağıran biz getməliyik. O Ayazla gedib. Müəllimə özü onu həftə sonu aparır, Günəş də onunla gedib. Ayaz kimdir? Kimdən gedib? Siz nə danışırsınız? Günəş özü maşın arxasına gizlənib. Əslində müəllimə... Yəni onları qaçırıb, uşaqları qaçırıb və siz də bunu mənə rahatlıqla deyirsiniz? Xeyr, müəllimənin xəbəri yox idi. Günəş özü maşın arxasına gizlənib. Mən heç nə başa düşmürəm. Qısaca Günəş sizinlə qalmaq istəmir. Günəş həftə sonu mənimlə qalacaq. O adam kimdir? Tez eləyin, onun ünvanını verin. Biraz məntiqli düşünün. Bu Günəşin qərarıdır. Biz ona heç nə edə bilmərik. Günəş uşaqdır, onun heç bir qərarı filan ola bilməz. Mən gedib onu oradan götürəcəm. Bağışlayın xanım, bağışlayın. Bunu Günəşə verə bilərsiniz. Bu nə dabala? Bunun sehirli gəmisidir. Yadından çıxardıb burada qalır. Hə, sihirli gəmisidirsə onu da verərəm. 100.
Yox, qızımdır. Qızındır. Aha, qızımdır. Amma indi o çox uzaqlarda yaşayır. Artıq onu görə bilmirəm. Bəzən də uşaqlar valideynlərini tərk edir. Amma biz başlayaq evi gəzməyə. Bura gəl mənim balaca körpəm, evimizə gedin. Məni. Hara parsı günəş sizdən qalmaq istəmir. Sizi şikayət edəcəm. Gəl. Günəş. Uşaqlar, nə olub sizə? Niyə yemirsiniz yeməyimizi? Bəyənmədiniz yoxsa? Biz bura günəş qayıdana qədər yemək yeməyəcəyik. Günəş gedib müfəttişlə danışmağa. Müfəttiş qərar verəcək günəş harda qalsın. Ondan sonra günəş gələcək. İndi yeyin yeməyimizi, aç qalmayın. Əzizim Günəş, sən getdiyindən bəri heç birimiz gülə bilmirik. Yemək də yemirik. Roz sənin qayıdacağını dedi. Amil yenə də çinmir. Telma isə diş pastası yeməyə davam edir. Günəş sağ qolunu qaldır. Yox, sol qolunu qaldır. Zarafat eləyirəm, amma indi mənə diqqətlə qulaq as. Sən də eynən elə öz anan kimisən. Amma sənin axmaq olmağın mənim işimə yarayır. Mənim dediklərimə əməl eləməsən, sənin üçün çox pis olacaq. Bax, indi içəri girəcəyik. Müfəttişin yanında deyirsən ki, mən xalamla qalmaq istəyirəm. Eşitdin? Uşaqlar, günəş gəldi. Sənədlərdə bir problem görmürəm. Buyurun, eşidirəm. Hörmətli müfəttiş, mən ona gözəl təhsil, rahat ev və ən önəmlisi öz sevgimi verəcəm. Mən onu öz qızım kimi sevirəm. Ən önəmlisi də onunla çox yaxşı yola gedirik. Amma nədənsə keyfi yoxdur, hı? Ay yox, bilirsiniz, o yaşadığı travmaya görə belə kədərli dayanıb. Günəş, sən nə demək istəyirsən? Qalmaq istəyirsən xala ilə? Keçən dəfə burada baş verənlərdən sonra onun burada qalmağını heç istəmirəm. Günəş, sən xalayla getmək istəyirsən? Sən də eynən elə öz anan kimisən. Amma sənin axmaq olmağın mənim işimə yarayır. Mənim dediklərimə əməl eləməsən, sənin üçün çox pis olacaq. Bax, indi içəri girəcəyik. Müfəttişin yanında deyirsən ki, mən xalamla qalmaq istəyirəm.
gələcəksən? Yaxında. Nə qədər yaxın? Əslində mən yox, siz gələcəksiniz. Necə? Yeganə xanımla və müfəttişlə danışdım. Sənin və Günəşin qoruyucu ailəsi olmaq istədiyimi dedim. Onlar da razı oldular. Necə? Bizi aparacaqsan? Həmşərik, səninlə birgə yaşayacağıq. Hə, Ayaz həmşərik. Mənimlə birgə yaşayacaqsınız. Zərifə, bəs bunu Günəş bilir. Aha, bilir. Müfəttiş ona da dedi. İndi qərar sizindir. Mənimlə qalmaq istəyirsiniz? Düşünün və qərarınızı verin. Yaxşı? Görüşənədək. Sağ ol Zərifə. Sizə bir söz demək istəyirəm. Həyatımı qurtarsın, sizə minnətdaram. Əsas da Amir sənə. Həyatımın bu qədər gözəl olacağını düşünməzdim. Burada sizinlə çox gözəldir. Bütün hayatımızı burada birlikte geçireceğiz. Yox, bu doğru deyil. Ayaz və Günəş o qadınla buradan çıxıb gedəcəklər. Onun yanında yaşayacaqlar. Abi! Hey abi! 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 Amil! Amil, hey Amil! Biz buradan getməyəcəyik. Əgər buradan getsək, bu doğru olmaz. Bizim burada qalmağımız daha yaxşıdır. Buradan getməlisiniz. İnsanların bizim kimi uşaqlara övladlığa götürməyən nə qədər qiymətli bir şey olduğunu bilmirsən. Bizim kimi uşaqlara hər zaman belə şans çıxa bilməz. Bizim üçün getməlisiniz. Salam yeganə xanım. Salam Zərifə xanım, buyurun. Mən digər uşaqları da götürmək istəyirəm.